Nə qədər maaş alırsan? 500 manat. 500 manat. Çox gəzmək olmaz. Az-az. Balıq yemək olar, amma balaca balıqlar. Kirki, kənd toyuğu olmaz. Sənə ağ yumurta olar, kənd yumurtası olmaz. Soğan, göy soğan olmaz. Kartof ancaq kənarda qutuya yığırlar. Sənə olmaz. Bal. Bal nədir bilirsən də? Bacardığın qədər işdən çıxma. Çünki işsiz qalsan, ayda 16 manat sığorta ödəməlisən. Yaxşı? Valla belə baxıram ki, sənki yaşayış deyil. Sənki yaşayış deyil. Elə də yazdım. Bəs mən neynim ki, mənim maaşım biraz qalxsın? İlk öncə belə oturma. Oturuşuvu düzəl. Aysa. Baş üstə müəllim. Bax belə. Baş üstə. Sənə olar müəllimin maşınını yumaq. Baş üstə. Yaxşı masalka al yaxşısından. Baş üstə müəllim. Sənə olar işçilərin torbasını tikmək. Baş üstə müəllim. Sənə olmaz adamlıqdan danışmaq. Baş üstə müəllim. Müəllimə də baş üstə deyəndə az-az demən ki, yaxşı, çox bütün müəllimlərə çatsın da. Baş üstə müəllim. Sənə olmaz halallıqdan danışmaq. Baş üstə müəllim. Sənə olmaz vicdandan danışmaq. Baş üstə. Sənə olmaz insafdan danışmaq. Baş üstə. Sənə olmaz düzgünlükdən danışmaq. Baş üstə, baş üstə. Elə bir ki, baş üstdən çox dedin. Baş üstə, biraz az deyərəm. Hesab mən verəcəm yaxşı. Məndən uzaq ol səncə. Baş üstə.